Rusiyanın son hücumu zamanı 400-dən çox pilotsuz uçuş aparatı və müxtəlif tipli təxminən 40 raket tətbiq olunub. Apayoniana istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın son hücumu ilə bağlı açıqlamada deyib. Onun sözlərinə görə əsas hədəf Ukraynanın enerji şəbəkəsi, elektrik istehsalı və paylayıcı yarımstansiyalar olub. Prezident qeyd edib ki, hücum nəticəsində Volyn, Ivano-Frankovsk, Lvov və Rivne vilayətlərində enerji infrastrukturu zədələnib. Bundan əlavə, Rivnedə çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Vinnitsa vilayətinin Ladıcın şəhərində isə dronlar Aqrar Kollecin inzibati binasını vurub. Zelenski əlavə edib ki, Kiyev və Xarkov vilayətləri də zərbələrə məruz qalıb. Bəzi bölgələrdə hava hücumundan müdafiə qüvvələri fəaliyyətini davam etdirir. Rusiya hər gün real diplomatiyanı seçə bilər, amma yeni zərbələr endirməyə üstünlük verir. Moskvanın Ukraynaya soyuqla təzyiq göstərmək imkanları əlindən alınmalıdır, deyə Zelenski vurğulayıb. O bunun üçün Patriot, NASAMS və digər sistemlər üçün əlavə raketlərin vacib olduğunu bildirib. Zelenski həmçinin tərəfdaş ölkələrə dəstəyə görə təşəkkür edib və hər bir yardım paketinin Ukraynanın qışı daha təhlükəsiz keçirməsinə kömək etdiyini qeyd edib. Xatırladaq ki, 19 noyabr 2025-ci ildə Rusiya Ivano-Frankovsk vilayətinə də zərbə endirib. Hücumun əsas hədəfi enerji infrastrukturu olub.